Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Bu günləri İslamda ən çox təkid olunmuş məsələlərdən və Quran-ı Kərimdə mən deyərdim, bunu qədər ikinci bir məsələ təkrarlanmayıb. Bu sayda ikinci bir mövzu barəsində Allah təkrar bizim yaddaşlarımızı təzələməyib. O da təfəkkürdür, düşünməkdir. Allah Quran-ı Kərimdə mən baxırdım təqribən 479 dəfə təfəkkür barəsində fərqli sözlərlə bizlərə tapşırıq verir. Təfəkkür olsun, tədəbbür olsun, düşünmək olsun. Bu cür fərqli sözlərlə ki, mahiyyət etibarı ilə hamısının mənası eynidir. Təqribən 500 dəfəyə yaxın Allah mütəal bunun barəsində danışır. Gör, nə qədər bir əhəmiyyətli bir məsələdir. Namazdan əhəmiyyətlidir, orucdan əhəmiyyətlidir, həcdən əhəmiyyətlidir, zəkatdan əhəmiyyətlidir, xumsdan əhəmiyyətlidir. Bütün şəriətin vaciblərindən əhəmiyyətli bir məsələdir. Təfəkkür eləmək, düşünmək. Niyə görə əhəmiyyətlidir, əzizlərim? Buna görə əhəmiyyətlidir ki, bizim uzun-uzadı, düşüncəsiz, fərqinə varmadan qıldığımız namazın o qədər də bir əhəmiyyəti yoxdur. Amma bunun əvəzində 2 rükət düşüncəli namaz qılmağın əhəmiyyəti var. Mən ibadətdən uzaqlaşmaq icazəsi ilə bu hədisləri demirəm. Əziz Peyğəmbərimizdən də hədis buyurur ki, 1 saat təfəkkür etmək 1 il nafilə ibadətlərdən üstündür. Baxın, əziz Peyğəmbərimiz nafilə ibadətlər qeydin vurur, müstəhəbb ibadətlərdən qeydin vurur. Yəni, vacibləri heç kimin boynundan götürülmür. Bir nəfər belə düşünməsin ki, mən hədis var ki, 1 saat təfəkkür 1 ilin ibadətindən artıqdır. Mən 1 saat oturub təfəkkür eləyərəm, daha ibadət eləmərəm. Yox, ibadət vacibdir, onu qarışdırmırıq məsələyə. Yerindədir. Lakin təfəkkürlə olunmalıdır ibadət, itaət. Bütün müstəhəbb əməllər də təfəkkürlə olunmalıdır, anlayışla olmalıdır. Və hətta mən deyərdim, tövbəmiz, istiğfarımız belə təfəkkürlə olmalıdır. Ehtiyac yoxdur ki, insan Qədr gecələrində, məsələn, bizə deyiblər ki, səhərə qədər oyaq qal. Qədr gecələrində xüsusi əməllər var. 100 rükət namaz var, Covşan Kəbir duası var, Bikəyə Allah duası var. Mən oxuyub başa düşdüyümü deyirəm. Deyirəm, Qədr gecəsinin 1 saatını insan düşünə, özü barəsində, öz halı barəsində. Allah, mən niyə günah edirəm? Mənim nəyim çatmır, mən günah edirəm. Axı, mənim günah etmə səbəbim nədir? Otura insan özünü təhlil eləyə, tapa və səmimiyyətlə də Allah deyir ki, Allah, mən başa düşdüm. Başa düşdüm, səhvlərimi, nöqsanlarımı başa düşdüm. Mən indi səndən bağışlanmaq istəyirəm. Həmin 1 saat üstündür, bəli, bütün gecənin ibadətindən. Məsələn, Kumey duası oxuyuruz da, möhtəşəm Həzrəti Əli əleyhissalamın kəlamlarıdır. Kumeyli ibn Ziyada öyrətmişdi o duanı. Dəhşətli sözləri var. Oxumayanlara da tövsiyə edərdim, oxusunlar. Amma böyük bir duadır da, ehtiyac yoxdur insan otura, cümə axşamı Kumeyl duasını əvvəldən axıra qədər oxuya. Fikir vermədən, sadəcə elə sözlərini oxuya. Kifayət eləyər insan Kumeyl duasının bir cümləsini oxusun, otursun onu düşünsün. O, onun 1 il ibadətindən üstündür. Otursun, bir cümləsi var orada, Həzrət Əmr əleyhissalam buyurur ki, Allah, bağışla o günahlarımı ki, onlar mənim ruzumun qarşısını alır. Otur insan bunu düşünsün. Bəzi hallarda möminlər müraciət edirlər ki, məsələn, işlərimiz çətinə düşür, divara dirənir, alınmır işlərimiz. Həzrət buyurur hamısının cavabı. O günahlarımızdır. İndi hansı günahdır onu sən özün üçün düşün.
Ola bilər ki, sən fikirləşəsən ki, mən içki də içmirəm, zina da eləmirəm, Allah uzaq eləsin, qumar da eləmirəm. Axı bizim günahlarımız tək bunlar deyil. Otur düşün ki, hansı günahdır sənin işlərində problem yaradır, çətinliklər yaradır. Otur müsəlmanların dərdini düşünək. Niyə müsəlmanlar bugünkü gündə bu vəziyyətdədir? Bir saat bunu düşünsək, aləmlər dəyişər. Halımız dəyişər. Buna görə bizə deyiblər düşünmək. Həzrət Peyğəmbər Əkrəm zamanında bir xanım var idi, Rəbiə adında və Peyğəmbərimizin xidmətində dayanardı. Çox xidmət eləmişdi Peyğəmbərimizə. 7 il Peyğəmbərimizə qüsursuz xidmət elədi Rəbiə anamız. Bir gün Peyğəmbər Əkrəm buyurdu ki, Rəbiə, 7 ildir sən mənə çox mükəmməl xidmət edirsən. Bunun müqabilində mən sənsin neyniyim? İstəyirəm mən də sənə görə bir iş görüm də. Nə istəyirsən məndən? Dedi ki, ya Rasulallah, gözləmədiyim bir halda mənə sual verdin. İcazə verirsən bu gecə düşünüm, sabah mən sənə cavabını deyərəm. Dedi, olar. Sabahçı gün gəldi əziz Peyğəmbərimizin yanına, buyurdu ki, ya Rasulallah, düşündüm. Dedi, nə istəyirsən? Dedi, düşündüm ki, səndən mal istəyim, mənə dəvələr verəsən, qoyunlar verəsən, zinət əşyaları verəsən. Bunlar da bitib, tükənib, qutaraq gedən bir şeylərdir. Düşündüm, səndən can sağlığı istəyim, axır bir gün ölüb gedəcəyəm. Uzun ömür istəyim, axı bu da bitəcək. Nə qədər düşündüm, təfəkkür elədim, düşündüm səndən elə bir şey istəyim ki, o heç vaxt bitməyəcək. Ya Rasulallah, istəyirəm cənnətdə səndən qonşu olam. Bir xanımdır, amma nə qədər düşüncəlidir. Nə qədər ağlını yerində istifadə edib, düşünüb. Həzrət buyurdu ki, çox gözəl təfəkkür eləmişsən. Bir az fikrə getdi Ağa Rasulullah. Bir az fikrə gedəndən sonra başını qaldırdı. Dedi, Rəbiə, mən sən üçün dua eləyərəm, cənnətdə məndən qonşu olasan, amma sən də səcdələri uzatmaqla bu işdə mənə kömək ol. Yəni, Peyğəmbər ki, bizə şəfaətçi olacaq ümidi ilə yaşayırıq, biz də gərək Peyğəmbərə kömək eləyək də, əməllərimizlə kömək eləyək. Biz kömək eləməsək, bizə şəfaətçi ola bilmirlər. Bir az biz də dəstək olmalıyıq o şəfaətə. Səcdələrimizlə, ibadətimizlə, günahdan çəkinməyimizlə, sədəqələrimizlə, bəndəçiliyimizlə. Və elə bir şey istədi Peyğəmbərdən ki, məsələn, bütün cənnət əhli ola bilər ki, Peyğəmbəri çox az bir hallarda görsünlər. Cənnət əhli olsunlar, amma Peyğəmbəri görməsinlər. Ola bilər bir insan cənnət əhli olsun, amma İmam Hüseyn əleyhissalamı cənnətdə görməsin. Mən bilmirəm o cənnətin nə ləzzəti olar. Doğrudan cənnət olar ora. Deyək ki, o çaylar axır, o ağaclar, o gözəlliklər, o quşlar, hamı yerindədir, amma Əbu Abdullah Hüseyni görmürsən. Və hədislərimizdə var, buyurur ki, bir nəfərin qüdrəti, imkanı olduğu təqdirdə, dünyada İmam Hüseyn əleyhissalamı ziyarət etməsə, axirətdə onunla görüşməyə çətin olar. Əlbəttə, imkanı olduğu təqdirdə, bir nəfərin mal imkanı var, səhhət imkanı var, iş imkanları var, vaxt məhdudiyyəti yoxdur. Bu insan səhlənkarlıqdan gedib Əbu Abdullah Hüseyn əleyhissalamı ziyarət eləmir. Doğrudan o cənnətin nə ləzzəti olar ki? Peyğəmbəri görmürsən, Əhl-i Beyti görmürsən. Ona görə Rəbiə çox düşüncəli bir addım atdı və təfəkkürün faydası budur. Düşünməklə haralara getdi, çıxdı. Hədislərimiz çoxdur təfəkkürün barəsində, amma vaxtımız yetmir. Mən bir hədisi deyim Peyğəmbər Əkrəmdən. Həzrət buyurur ki, bir saat təfəkkür bir ilin nafilə ibadətindən üstündür. Bu hadisəni danışır Həzrət Əli əleyhissalamın o ləyaqətli sahabəsi Miqdad. Deyir, mən bir gün getdim Peyğəmbərin bir səhabəsinin yanına. Soruşdum ki, təfəkkür barədə Peyğəmbər nə deyib? Buyurdu ki, Peyğəmbər buyurdu ki, bir ilin nafilə ibadətinə bərabərdir, bir saat təfəkkür.
Çıxdım, ondan bir başqa səhabənin yanına getdim. Ondan xəbər aldım, o mənə dedi ki, Peyğəmbər dedi ki, 10 ilin ibadətindən üstündür təfəkkür. Üçüncü bir səhabənin yanına getdim, dedi 100 ilin ibadətindən üstündür təfəkkür. Mən baxdım ki, Peyğəmbər fərqli sözlər deməz axı. Mən qayıtdım Həzrəti Rəsulullahın yanına. Və bunu da qeyd olaraq mən deyim. Bəzi hallarda, bəzi hədislərdəki fərqlilikləri görürüksə, ki, əgər mənbələri səhihdirsə, o bizi çaşqınlığa salmasın. Bəzən Peyğəmbər hərənin öz tutumuna görə söz deyib. Miqdad deyir, mən qayıtdım, ya Rəsulullah, bu 3 səhabə səndən fərqli hədis nəql edirlər. Peyğəmbər buyurur ki, bəli, üçünü də mən demişəm. Üçünü də mən demişəm. Səbəbini istəyirsən biləsən, o üçünü də çağırtdırdı bura. Birincidən soruşdu, ona ki, 1 il deyib. Sən təfəkkür eləyəndə nə düşünürsən? Ki, Allahın varlığı barəsində düşünürəm. İkincidən soruşdu, dedi, mən qiyamətin barəsində düşünürəm. Üçüncüdən soruşdu, dedi, mən cəhənnəmin o yandırıcı ateşi barəsində düşünürəm. Peyğəmbər Əkrəm dedi ki, bax, hər düşüncənin özünə görə savabı var. Bu düşünənə 1 il verərlər, bu düşünənə 10 il savab verərlər, bu düşünənə 100 il savab verərlər. Çünki o düşüncə insanın həyatını xilas edə bilər. İnsanın bütün həyatını dəyişə bilər. Quranda nə qədər ayələrimiz var. Sizə gəlib yetişən hər məlumatı tez qəbul eləməyin. Fərqi yoxdur kimdir. Danışana baxmayın. Məsələni təfəkkür edin, düşünün, araşdırın. Araşdırmadan məsələ qəbul eləmək, əqidə məsələlərində bizim məzhəbdə belə bir şey yoxdur. Şər'i məsələlərdir, bəli, dəstəmaz məsələsidir, qusul məsələsidir, burada problem yoxdur. Amma əqidə məsələsidirsə, əqidədə bizdə təqlid yoxdur. Sən özün düşün bunun barəsində. Demək ki, məsələn, filan ruhani mənə Allah tanıma barəsində bu sözü deyib. Sən özün düşün Allahın barəsində. Allahın necəliyi barəsində, öz vücudun barəsində. Düşünməyin və yaxud əksi düşüncəsizliyin fəsadları barəsində bir dənə misal çəkim mən. Bu günləri İslam çox təkid edir təfəkkürün barəsində. Nə qədər ayələrimiz var, oxuya bilmədik. Nə qədər hədislərimiz var. Çox. Amma başqa dinlər görürsən təfəkkürə icazə vermir. Düzsün ixtiyarımız yoxdur. Din bunu deyibsə, vəssalam. Və bəzi əqidələr də təəssüflər olsun ki, gəliblər, bu təsirin altına düşüblər. Deyir ki, filan məsələ Quranda var, Quranda keçməyibsə, deyir, mən qəbul eləmirəm. Bax, bu həmin insandır ki, təfəkkürü yoxdur. Təfəkkürü olsaydı, başa düşərdi ki, Quranda bu məsələ yoxdursa, bu məsələnin misdaqı var, uyğunlaşdır, düşün barəsində. Məsələn, bəzi hallarda deyirlərdi, bu söz məşhurdur. Kərbəla ziyarəti Quranda var, pirlərin ziyarəti Quranda var. Allah bir nümunə çəkib, sən də deyir, təfəkkür edin. Allah deyir, məqam İbrahimin ziyarəti var. Sən indi düşün, başa düş ki, Peyğəmbər övliya qədəm qoyduğu yer ziyarətgah olubsa, sair övliyaların da məqamı ziyarətgahdır. Bax, təfəkkür olmayanda, düşüncə olmayanda insanlar cəhalətə düşür. Peyğəmbər zamanında müşriklər üçün ayə gəlib, təfəkkür eləmir, bunu şamil eləyir bütün müqəddəsata tapınan insanlara. Peyğəmbər zamanında bəzi cihad ayələri gəlib. Həmin cihad ayələri ki, müşriklər barəsində nazil olmuşdu, bu günləri həmin ayələri əlində bayraq tutub müsəlmanların başını kəsir, qanın tökür, körpələrini öldürür. Çünki təfəkkür olmayanda nəticə budur. Düşünmə olmayanda bu obra ayələrin hamısını qoyur qırağa. İnsanlarla keçinmə ayələrini, hətta qeyri-müsəlmanlarla, səndən eyni əqidədə olmayan insanlarla necə rəftar etmək, Peyğəmbər sünnəsində bugün hədis qəbul eləməyənlər çıxıb ortaya. Yalnız Qurana güya istinad edirlər. Çünki hədisləri qoyublar kənara,
Peyğəmbər necə rəftar eləyərdi insanlarla? Bundan xəbərləri yoxdur. Nəticəsi də acınacaqlı olur. Bugün müsəlmanlar təfəkkür eləmir, bugün müsəlmanlar təfəkkür etmədiyinə görə bir-birindən uzaqlaşıblar, düşmənləri ilə görürsən ki, dostluq ediblər. Bu günləri müsəlmanlar bir ortama gələ bilmir ki, buna çox ehtiyac var da, zəruridir. Niyə ortama gələ bilmir? Onun namazı fərqlidir, mənim namazım da bir cürdür, fərqlidir. Bu elə düşünə bilmir, başa düşə bilmir ki, eyb yoxdur, namazın hesabını Allahla hesab kitab eləyərsən. Niyə bu cür qıldımını Allaha cavab verəcəksən? O birisi də niyə ziyarət eləyir, o da Allah özü cavab verəcək. Sən narahat olma. Sən otur düşün ki, bu günləri, bu namazı, bu ziyarəti, bu sair məsələlərimizi əlində fürsət eləyənlər müsəlmanların başına bombalar yağdırır. Müsəlmanları məhv edir. Müsəlman cəmiyyətlər viran qalır. Sən bunun barəsində düşün. Və təfəkkür yerində olsa, müsəlmanlar düşüncəyə əhəmiyyət versə, sadəcə əhkamçılıqla məşğul olmasalar, baxırsan ki, bəzi insanlar var, Quran oxumaqlarına adam həsəd aparır da. Haçan baxırsan, Quran oxuyurlar. Quran oxumaq gözəldir. Təfəkkürlə bir ayəsini oxu, və ətəsumu bihablillah ayəsini oxu, düşün. Nə ehtiyac var ki, Quranı başdan ayağa oxuyasan, amma müsəlmanların dərdindən xəbərin olmasın. Müsəlmanlar üçün əhəmiyyətli olan məsələlərə fikir verməyəsən. Quran buna görə 500 dəfə təkrar deyir ki, düşünün, təfəkkür edin, tədəbbür edin. Yoxsa zahirən nə gözəl avazla Quran oxuyan insanlar var. Nə gözəl ibadətləri yerində, səliqəli, itaətləri yerində. Lakin İslamın əsas məğzi, əsas ehtiyacı olan məsələlərə müsəlmanlar bugün riayət etmir. Allahın verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəalizləri təfəkkür əhlindən haqqı dərk edib, ona əməl eləyən bəndələrindən qərar versin inşallah.